Əvvəla onu qeyd etmək istəyirəm ki, ölkəmizdə, xüsusilə regionumuzda Mingəçevirdə bu cür mühüm, əhəmiyyətli bir konferansın təşkil olunması, keçirilməsi çox yüksək qiymətləndirilir. Kiber təhlükəsizliyə elmi yanaşmanın tətbiq edilməsi üçün bu konferans unikal platformadır. Mən hesab edirəm ki, həm 19 xarici ölkədən gələn qonaqlarla, elmi ictimaiyyətin nümayəndələri və mütəxəssislərlə birlikdə yeni fikir mübadilələrinin aparılması, mühüm nəticələrin ortaya qoyulması üçün yaxşı şərait və imkan təşkil edir bu konferans. Ümumi olaraq yanaşmanı götürsək, kiber təhlükəsizlikdə elmi əsaslar xüsusi əhəmiyyət kəsb edir, çünki təhdidlərin təhlili, risk modellərinin qurulması, preventiv mexanizmlərin müəyyən olunması, bütün bunlar, həmçinin süni intellekt, böyük həcmli verilənlərin emalı və s. bunların hər birində elmi yanaşma mütləqdir. Və mən hesab edirəm bu konferansın nəticəsində, konferansın işinin nəticəsində bu istiqamətdə inkişaf üçün mühüm təkliflər veriləcək.